Vətən müharibəsində qələbənin 5-ci il dönümünə həsr olunan hərbi parad dünyanın bir sıra media qurumlarının diqqətini çəkib. Xüsusilə parada NATO və nüvə gücü sayılan iki ölkənin liderinin qatılmasına geniş yer verilib. Bundan başqa məqalələrdən Azərbaycan ordusunun arsenalına daxil edilən yeni silahların xarakteristikalarından da bəhs edilib. Anadolu Xəbər Agentliyi Türkiyə lideri Rəcəb Tayyip Ərdoğana istinad edərək qazanılan zəfəri Cənubi Qafqaz regionunda qalıcı sülhə gedən əsas addım adlandırıb. Pakistanın ingilis dilli Express Tribune xəbər agentliyi isə Şahbaz Şərifdən sitat gətirərək Pakistan, Azərbaycan və Türkiyə ittifaqının əhəmiyyətinə toxunub. İsveçrənin Swiss Info nəşri isə İspaniyanın EFE xəbər agentliyinə istinad edərək 2-ci Qarabağ müharibəsində qələbənin 5-ci il dönümünə həsr olunan paradda Türkiyə və Pakistan liderlərinin də iştirakını xüsusi olaraq vurğulayıb. Ekspertlər Azərbaycanın 2-ci Qarabağ müharibəsində qazandığı zəfər paradında liderlərin iştirakının bir növ dünyaya mesaj xarakteri daşıdığını deyir. Qarabağ zəfərinin 5-ci il dönümündə Azərbaycanda düzenlenen askeri törenlərdə Cumhurbaşkanı Sayın İlham Aliyev'in yanında Türkiye Cumhuriyeti Cumhurbaşkanı Sayın Recep Tayyip Erdoğan ile birlikte Pakistan Başbakanı Sayın Şahbaz Şerif'in de yer alması ve Türk Silahlı Kuvvetleri'nin ve Pakistan ordusuna ait askeri birliklerinde Azerbaycan askeri birlikleriyle birlikte geçit töreni düzenlemesi elbette ki uluslararası kamuoyunun dikkatini çekmiştir. Çünkü dünyanın yeniden şekillendiği ve Ukrayna-Rusya savaşı üzerinden Amerika-Rusya arasında yeniden nükleer silahların devreye alınıp alınmayacağı konuşulduğu günlerde nükleer silaha sahip olan tek İslam ülkesi Pakistan'ın da Azerbaycan Birliği gününde yanında yer alması bir mesaj olarak nitelendirilmelidir. Rusiya və Birləşmiş Ştatlar mətbuatı da Azərbaycanın hərbi qüdrətinin nümayiş olunduğu parada səssiz qalmayıb. Rusiyanın Gazeta Ru saytı paradın miqyasına diqqət çəkərək 5000-dən çox hərbiçinin iştirak etdiyini və 150-dən artıq hərbi texnikanın nümayiş etdirildiyini, eləcə də Xəzər dənizində hərbi gəmilərin düzüldüyünü qeyd edib. Forbes jurnalında dərc olunan geniş reportajda hərbi paradın Azərbaycanın hərbi qüdrətini gücləndirdiyini göstərdiyi vurğulanıb. Azərbaycanın xüsusilə hava və hava hücumundan müdafiə qüvvələri arsenalını ən müasir silah və müdafiə sistemləri ilə inkişaf etdirdiyi qeyd olunub. Askeri bir törende 3 ülkenin liderleri buluştular ve bu askeri törende Azerbaycan ordusunun yanı sıra Türk askerleri de bulundu. Orada gösterilen yeni silah sistemleri özellikle çok dikkat çekiciydi. Bu üç ülke aynı zamanda ordu açısından değerlendirildiğinde, silahlı kuvvetler açısından değerlendirildiğinde bölgedeki en güçlü ordulara sahipler, en güçlü savunma ve silah sistemlerine sahipler. Belki şu an için bu üç ülkenin arasında bir savunma işbirliği anlaşması ya da ortak bir güvenlik blokunun oluşturulması gibi daha ileri seviyede gelişmeler yaşanmadı. Ama yine bu üç ülke zor zamanlarda bir arada dayanışma içerisinde olabileceklerinin sinyalini verdiler. Qələbənin 5-ci il dönümü münasibətilə keçirilən hərbi parada Gürcüstan, Moldova, Rumıniya, Balqaristan, Misir və Birləşmiş Ərəb Əmirliklərinin bir sıra kütləvi informasiya vasitələri də geniş yer ayırıb. Məqalələrdə Azərbaycan, Türkiyə və Pakistan hərbi qüvvələrinin birgə iştirakına, üç qardaş ölkənin liderlərinin çıxışlarına, nümayiş olunan hərbi texnikaya və regionda sabitliyin güclənməsinə xüsusi diqqət ayrılıb. Bu paradın təkcə silahların nümayişi yox, regionda yeni geosiyasi reallığın başlanğıcı olması qeyd edilib.